Hello everyone. Herkese selam. Bugün ben Grace Small Summative 5 Sinif 2 Kiçik summativ qiymətləndirmə 5-i izah edəcəm. Gəlin sualların düzgün cavablarını tapaq. Birinci sual. What is it? O nədir? Şəkildə bir ədəd pəncərə verilib. Pəncərə də İngiliscə window və bir ədəd olduğu üçün artiklı. Doğru cavabımız olacaq window. İndi gəlin variantlarımıza baxaq. Window, yəni pəncərə sözü hansı variantdadır? C. A table. A table stol deməkdir. Bir ədəd stol, bu yanlışdır. A door, qapı, bu da yanlışdır. A window, bu doğrudur. Yəni pəncərə. What is it? O nədir? Bu zəmindir, yəni yer. Bu da İngiliscə olacaq. Yəni bir ədəd olduğu üçün floor. Baxaq, a wall, divar yanlışdır. A chair, stool, bu da yanlışdır. A floor doğrudur. Keçirik üçüncü suala. We sit on it. What is it? Gəl fikirləşək. We sit on it deyir. Biz onun üstündə otururuq. Nəyin üstündə otura bilərik? Stulun, divanın və s. belə şeylər. What is it? O nədir? İndi variantda üstündə otura biləcəyimiz bir şey axtaraq. 3-də A variantı window, pəncərə. Biz pəncərənin üstündə oturamarıq. Bu yanlışdır. A door, qapı. Biz qapının da üstündə otura bilmərik. Bu da yanlışdır. A chair, stool. Bu doğru variantımızdır. Çünki biz stolun üstündə otururuq. Olacaq C variantı doğru variant. 4. Complete the sentence. Cümləni devam etdir. Tamamla. The apple is on the. Alma üstündədir. Alma nəyin üstündədir? İndi baxaq variantlara. A window. A window yəni pəncərə. Alma pəncərənin üstündə olmaz. A table, stol. Bu doğrudur. Alma stolun üstünə qoyuruq, götürürük və s. A wall, divar. Bu da yanlışdır. Alma divarın üstündə ola bilməz. Keçdik 5-ci suala. Write the missing letters. Write the missing letters yəni buraxılmış, yazılmamış hərfləri yazın. Baxaq. Window. Yəni burada wind və W var. Burada olacaq o. Hətta burada da var. Yəni əgər ki tapmasanız siz digər variantlardan tapa bilərsiniz. Sonra WLL. Burada olacaq A, yəni wall, divar. Yazaq pəncərə, divar. Sonra back. Burada olacaq A, yəni backpack. Bel, çantası. Sonra gəldik towel. Yəni towel da dəsmal. Sinək də arada yemək üçün atışdırmalıq yəni. Keçdik 6-ya. Translate the words. Sözləri tərcümə et. Towel. Towel dəsmal. Bayaq doğru yazdım kimi. Hat, papaq. Backpack, bel çantası. Mapdəki xəritə. Yəni baxdığımız xəritə. İndi gəlin bir də sözlər baxaq. Towel, dəsmal, hat, papaq, backpack, bel çantası, map, xəritə. 7. Translate the sentence. Cümləni tərcümə et. 10 baldır. Where is my backpack? İndi gəlin sözlərə baxaq cümlədəki. Where, harada, is, dırdır, my, mənim, backpack, bel çantası. İndi bunu birləşdirək. Mənim
Mənim bel çantam, yəni çantam da deyə bilərsiniz. Mənim çantam haradadır? Sual işarəsi. Yəni bu qədər. Mənim çantam haradadır? Mənim bel çantam haradadır? 8. Match the words to the pictures. Sözləri şəkillərə birləşdir. Baxaq, backpack olacaq çanta, towel olacaq dəsmal, hətta olacaq papaq. Yəni bu rahat idi. 9. Choose the correct words. Doğru sözləri seçin. Deyir ki, please open. Zəhmət olmasa açın. Nəyi aça bilərik? Baxaq. 1. Hat. Papağı açamarıq. Ona görə biz doğru cavabımızda 1'i götürməyəcəyik. 2. A window. Bu doğrudur. Çünki pəncərəni aça da bilərik, bağlaya da bilərik. Sonra 3. A door. Bu da doğrudur. Yəni qapıyı biz həm açıb, həm də bağlaya bilərik. Burada a backpack, yəni bel çantası, bunu da aça bilərik. 4. Doğru cavabımız 2, 3, 4. A wall, divarı da açamarıq. 10. Circle the correct preparation. Gəlin baxaq. The ball is top. Şəkildə top stolun üstündədir. Ona görə 10, yəni üstündə. The ball is, burada da olacaq under, yəni altında. Under, yəni under altında. Top stolun altındadır. Bu qədər. Görüşərik.